Oxudum da oradan da mən çox belə kövrətdi məni bu söz. Deyir, üzünə lənəti oxuyurdular. Başını salırdı aşağı, deyirdi ki, yəqin məni demir, başqa əlini deyir. Belə deyirdi. Deyirdi, yəqin başqa əlini nəzərdə tutur. Bu həm onun paklığına bax, həm də məzlumiyyətinə bax. Ki, mümkün deyil o adam mənə niyə lənət oxusun? Belə bir imam bizim imamımızdır və bizi çox yerə çatdıra bilər. Hara çatdıra bilər, deyim, sözümü bitirim. Peyğəmbərin dilindən buyurur Peyğəmbər, mən sizə çatdırıram. Buyurur ki, ya Ali, sənin aşiqlərin, sənin tərəfdarların, səni sevənlər qiyamət günü nurdan olan minbərlərdə olacaqlar, üzləri ağ olacaqlar. Əsas söz nədir? Havli fil cənnə, cənnətdə mənim yanımda olacaqlar, Peyğəmbər buyurur və onlar və hum cirani, onlar mənim qonşularımdır. Görün, sevgi hara aparır. Əlinin sevgisi adamı qiyamətdə Peyğəmbərə qonşu eləyə bilir.